siniflərdə belə bir iş görür. 3 zavuça 50 manatdan veriləcək, direktora 100 manatdan ki, sabah bizim uşaqlarımıza artıq bir söz deyilməsin orada. Bu 9-cu sinif şagirdlərinin valideyn qrupuna göndərilən səsdir. İddia olunur ki, səs valideyn komitəsinin sədri tərəfindən atılıb. Pul yığılmasına etiraz edən valideyni isə acı cavab verib qrupdan çıxmağı tələb edir. Ay bacı, sən qulaq asma da. Biz neçə valideynik, pulumuz çoxdursa biz yığırıq, hörmət edirik. Sən çıx da qrupdan. Bura Bakıxanov 169 sayılı orta məktəbdir. Məktəbin 9-cu sinif şagirdlərinin valideyn WhatsApp qrupunda müəllimlər günü ilə bağlı pul yığılması ilə əlaqədar iddialar var. Özdə valideynlərin iddiasına görə bu tələb olunan məbləğ müəllimlər üçün deyil, məhz məktəbin direktoru və 3 zavuç üçün tələb olunur. 9A sinifinin valideyni Günay Hüseynova bildirir ki, əslində məktəbin direktoru bir neçə gün əvvəl iclas edib, məktəbdə pul yığılmasının qadağan olunduğunu bildirib. Ayın 3-ü idi, səhv eləmirəmsə, direktor bütün sinifləri yığdı, müəllimələri, komitələri. Məlumatlandırıldı ki, heç kim bir qəpikdə pul yığmasın. Qətiyyən 1 manatdan belə pul yığılmasın. Heç bir şərtlə, yəni nəyisə adını başqa şey qoyum, bu hörmətdir, bu şirinlikdir, olmaz. Ancaq sonradan müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb olunub. Buna etiraz edən valideynlərə isə mənəvi təzyiq göstərilib. Bu müəlliməyə çatmırdı. Sadəcə adını qoydular ki, uşaqlar dərsdən qaçanda, yəni dərsə gəlməyəndə göz yummaq üçün direktora veriləcək güya. 24 uşaq idi, 250 manat məbləğ deyilmişdi, yəni bölünəcəkdi. Bir çox səsini çıxartmır, haradasa bir 8-10 valideyn düşüb ortalığa ki, biz yığırıq, siz niyə qarışırsınız? Deyir ki, vermirsən, qrupdan çıx. O pul yığmaq üçün açılmayıb, o qrup açılmışdı ki, valideynlər məlumatlandırılsın. Müəllimə nəsə bir söhbət olanda orada yəni bizi məlumatlandırırdı. Valideyn deyir ki, pul verən valideynlərin övladları ilə digərlərinə fərq qoyulur. Yəni mən yaxınlaşıb icazə almışam, mənim uşağıma icazə verilmədi. Dedim hazırlığa gedəcək, bir 15-20 dəqiqə tez çıxsın. Mənə bildirdilər ki, olmaz, mən də razılaşdım. Hamı necə, mən də elə razılaşdım. Amma elə valideynlər var ki, o pul yığmaq istəyən uşağın valideyni, o uşağa göz yumurlar. İstədiyi vaxt gedir, istədiyi vaxt gəlir. Amma bizə icazə yoxdur. Məsələ ilə bağlı məktəbin müəllim yaxud rəhbərliyi ilə ünsiyyət yaratmaq cəhdimiz alınmadı. İçəri keçə bilərik. Ayşənin icazə yoxdur. Buraxmır. Necə? Buraxmırlar içəri. Niyə? Buraxmır. Ben fəhliyəm. Hazırda məktəbdə dərs prosesi gedir, məktəbin qarşısında valideynlər də var, uşaqlar da bəzən içəri daxil olurlar, amma bizi görən kimi qapını bağladılar və qapıya cavab verən yoxdur. Sonradan məktəb rəhbərliyi bizlə əlaqə saxlayıb bildirdi ki, valideyn tərəfindən özbaşına bu səslər atılıb qrupa. Bununla bağlı isə həmin sinifin rəhbəri Tamara Ağayevaya töhmət verilib. Valideyn komitəsinin sədri isə bizimlə söhbətində bu ittihamları qəbul etmədi. Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsindən Xəzər xəbərə bildirildi ki, paytaxtdakı 169 nömrəli tam orta ümum təhsil məktəbində valideyn təşəbbüsü ilə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. O da qeyd olundu ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yol verilməzdir. Aytən Fehruz Namiq Hüsiyev, Xəzər xəbər.